Mercedes-Benz performans avtomobilləri dünyasında yeni səhifə açmağa hazırlaşır. Elektrikli nəqliyyat vasitələrinə keçiddə əvvəlki hibrid hərəkətləri ilə tənqid edilən marka indi bütün gücünü xalis elektriklə işləyən superkarın hazırlanmasına yönəldib. Almaniyanın Rotteil şəhərində təqdim edilən AMG GT konsepti təkcə təsirli texniki məlumatları ilə deyil, həm də görmə qabiliyyəti ilə diqqət çəkir. Hələ seriyalı istehsal mərhələsində olmayan bu konsept AMG-nin 2025-ci ildə təqdim olunacaq ilk tam elektrik modeli üçün bir baxışdır. Bununla belə, brend açıq şəkildə bildirir ki, istifadə olunan texnologiyalar əsasən istehsala hazırdır və gələcək AMG modellərinə daxil ediləcək. GT konsept 4 təkərli ötürməni təmin edən 3 oxlu elektrik mühərriki ilə tam 1340 at gücü istehsal edir. 800 və arxitektura əsasında qurulan sistem 850 km qədər doldurma sürəti təklif edə bilər. Avtomobilin cəmi 5 dəqiqəyə təxminən 400 km məsafə qət edə bildiyi bildirilir. Bu güc GT həm gündəlik istifadə, həm də performans baxımından son dərəcə iddialı edir.